Dostlar salam. Bugün sizə bizə ən çox müraciət olunan mövzu ilə bağlı məlumat paylaşacağım. Bircədə qaymələri necə paket şəklində yükləmək olar? Gəlin bir yerdə baxaq. Gördüyünüz kimi burada göndərilən elektron qaymə bölməsi var, hansı ki paket şəklində göndərilib, həmin qaymələrin qarşısına işarə düşüb. Hansı ki, həmin qaymələr hal-hazırda işlənib, ancaq paket halında göndərilməyib, qarşısında gördüyünüz kimi heç bir işarə yoxdur. Gəlin biz bunu bir yerdə sizinlə bərabər edək. Baxın, birinci ekranda boş bir qovluq yaradaq. Yaradaq bir qovluq və buna ad verək. Deyək ki, mən qoyuram D hərfini. Bu mənim qovluğum. İkinci addım, gəlirəm həmin proqramda həmin bölməyə elektron qaymə paketləmə. Hansı tarixdəki qaymələr mənə lazımdır? Deyək ki, bugün. Hər iki tərəfə də eyni tarixi qeyd edirəm. Sonra paketlənəcək qaymələr hansı qovluqda olmalıdır? Sizlə yaratdığım qovluğu seçirəm. D qovluğu. Seçdim. Sonra doldur verirəm. Gördünüz paketləri seçdi. Yalnız ayın 14-nə aid olan. Və paketlə verirəm. Yükləndi. Və nə yazır? Əməliyyat tamamlandı. 4 sənəd arxivləndi və avtomatik göndərildi olaraq qeyd edildi. Mən buradan çıxıram. Və baxıram D qovluğuma. Gördüyünüz kimi artıq qaymələr paket şəklindədir. Və siz bunu artıq elektron portala göndərilən və yaxud da gələn qaymədirsə, fərqi yoxdur. İndi mən göndərilən üzərində izah etdim. Siz hər iki halda da paket halında yükləmə edə bilərsiniz. Bu qədər. Dostlar, ardı növbəti videomuzda.